Kilolar rapor töküb kollagen kremləri almağa dəyərmi? İndi deyəcəklərim xüsusən də qadınların diqqətini çəkə bilər. Mənim yəqin ki, vurğumdan belə başa düşdünüz ki, mən o fikirdəyəm ki, dəyməz. İndi isə izah etmək istərdim ki, nəyə görə mən belə fikirləşirəm. Əvvəla kollagen nədir? Kollagen bədən tərəfindən sintez olunan zülali bir maddədir. Amino turşularından sintez olunur. Və kollagen bədəndə nəinki dayaq aparatı, dayaq hərəkət aparatında, məsələn, əzələlərdə, sümüklərdə, oynaqlarda, həmçinin bax toxuması olan hər yerdə var bədənimizdə. Buna dəri də aiddir, həmçinin üz dərisi də aiddir, buna qan damarlarının divarları da aiddir. Yəni, kollagen buradan belə başa düşürük ki, bizim bədənimizdə bağ toxumasının strukturu üçün çox önəmli bir zülaldır. Bədən 25 yaşa qədər kollageni intensiv şəkildə ifraz eləsə də, daha doğrusu sintez etsə də 25-dən sonra kollagen sintezi müəyyən qədər zəifləyir. Və bu da zamanla əvvəlcə üzdə və